Dərsimizi pozanın yola gətirməyin 3 üsulu. Sinifimizdə 30 şagird və ya tələbə var, amma aralarında o adı lazım deyillər var ha. Bax onlarla baş eləməyin əslində üsulları var. Gəlin baxaq hansılardır. Əvvəlcədən deyim ki, bunların hamısını özüm də sinifimdə istifadə edirəm. Yəni bunlar sadəcə nəzəriyyədə olan biliklər deyil, xəbəriniz olsun. Birinci üsul, şagirdimizi və yaxud tələbəmizi danlamaq yerinə onları görək. Müəllim baxışı mütləq şəkildə atmaq lazımdır. Bu işləmədisə əgər, onda mütləq şəkildə dərs deyə-deyə həmin şagirdin, tələbənin adını çəkmək olar. Bu da işləmədisə deyirsinizsə əgər, onda tələbəyə, şagirdə yaxınlaşmaq lazımdır və yenidən ona toxunaraq xəbərdarlıq etmək lazımdır. Birinci üsulda etdiklərimiz əgər işə yaramırsa, deməli problem əslində buzun görünməyən hissəsindədir. Ola bilsin ki, tələbəmizin, şagirdimizin evində problemi var, diqqətə acdır. Bu halda mütləq şəkildə həmin şagirdi, tələbəni fərdi söhbətə çağırmaq lazımdır. Fərdi söhbət aparma qaydalarını artıq sizinlə sinifin idarə olunması təlimimdə bölüşmüşəm. Və budur həmin təlimdən bəzi geri dönüşlər. Üçüncü üsul, həmin şagirdlərə, tələbələrə sinifimizdə mini liderliklər, məsuliyyətlər verək. Lövhəni silsin, materialı paylasın, nəticə etibarilə özünü lazımlı və görülən hiss eləsin. Onların diqqət çəkmə istəyini sağlam şəkildə yönləndirmək lazımdır. Belə qısa, amma təcrübəmdə işə yarayan ipucuların hamısını sizlərlə artıq sinifin idarə olunması təlimimdə bölüşmüşəm. Təlimin video yazısını əldə etmək üçün şərhlərdə idarə yazın.